İslam dinində bir başqa anlayış belədir ki, imam nikahı deyə bildiyimiz imam nikahı anlayışıdır. Əslində İslamın qəbul etdiyi nikah qanuni və hüquqi sözləşmədir. Bu da dövlət qeydiyyatıdır, ZAKS-dır. Dövlət qeydiyyatı pasportlarda peçat vurdurulanda bu nikah sayılır. Yoxsa ənənəvi anlayışdakı imam nikahı və digər belə nikahlar, dənizdə qıyılan nikahlar var, Qara dənizdə kapitan nikah qıyılır və bunun kimi imam nikahı və belə nikahlar doğru anlayış deyildir və imam nikahı deyə bir nikah da yoxdur. Nikah hüquqi və qanuni sözləşmədir və günümüzdə dövlət qeydiyyatında bu məsələlər eləyir. Hər iki tərəfin, həm qadının, həm də kişinin, həm də doğacaq uşağın hüquqların tam stabil olması üçün gərəkən nikah dövlət qeydiyatıdır. Nikahın şərtləri birinci, evlənəcək insanların həddi buluğ yaşına çatmaları. Qurani-Kərimdə biz bunu bilirik ki, qızların evlənmə yaşı Qurani-Kərimdə bildirilir. Onları sınayın, yıpratıcı bir imtahandan keçirin. Əgər onlar mallarından və yaxud da hansısa bir idarə eləyə bilsələr, onlar artıq evlənmə çağına çatmışdırlar deməkdir. Əgər bir qız hansısa dövlət işləri eləməyə çalışsa ya da alqı-satqı eləməyə getsə, ev alıb satmağa getsə, bunu qavrayacaq kapasitəsi əgər varsa, bunu anlayırsa, ziyan harda, xeyir harda hansı məsələləri həll etmək kapasitəsi varsa, o evlənmək çağına çatmışdır demək doğrudur. Çünki 9 yaşında ərəblərin qızları ərə verməsi doğru anlayış deyildir. Bu da 18 yaşdan yuxarı olduğunu biz deyə bilərik. Bu yaşlarda insanlarda bu funksiyalar yaranır. Evlənəcək insanların birinci şərti ərgənlik dövrüdür. Yaşları 18-dən yuxarı olmalıdır. İkinci şərti razılıqdır. Qız və oğlanın razılığı, həm də hər iki tərəfin, ata-anaların və yaxud digərlərin razılığı, birinci ata-anasının razılığı, şahidləri və bəyan etmələridir. Bu şərtlər altında nikah qıyılır, əqddir bu. Bu nikah qıyılır və nikah da qanuni və hüquqi sözləşmədir və bu nikah da dövlət qeydiyyatında olur. Şahidlərin hüzurunda əgər pasporta peçat vurdursanız, Azərbaycanda 10 milyona yaxın adam var. Dövlət qeydiyyatının 10 milyon nəfərin qabağında artıq hamı şahiddir ki, dövlət qeydiyyatında siz artıq evlənmisiniz, kişi və arvadsınız. Buna görə birinci növbədə gələn bu məsələdir. Nikah qanuni və hüquqi sözləşmədir. Buna riayət edərək qızlarınızı ərə verin və oğlanlarınıza belə bu şərtlər altında evləndirin. Yoxsa sabahsı gün hansısa imam nikahı qıldığınız təqdirdə hansısa maniə və yaxud da nəsə yaxşı olmayan söz-söhbət olsa, hər iki tərəfin hüququn qorunması üçün həm qız tərəfin, həm uşağın, həm də kişi tərəfin hüquqlarının qorunması üçün qanuni nikah lazımdır, vacibdir. Dini nikah adı altında olan bir şey də yoxdur.